Əbu'l-Həsən Əşəri tərk elədi onları. Tərk elədi. Gəldi Kulləb deyilən biri var, onun yanına. Onun yanında dəyişdi bunun əqidəsi. Bu, Allahın 7 dənə sifətini ispat elədi. Biz sələflər Allah Teala sifətlərin hamısını ispat eləyirik. Necə Allah Teala istəyib, deyib. İspat eləyirik, 4 dənə şərtlə oxşatmırıq, mislində demirik, yəni keyfiyyət vermirik, mislində demirik, başqa məna vermirik, inkar da eləmirik. Biz nə gəlib, Allah Teala Quranda nə deyib? Peyğəmbər sallallahu aleyhi ve sellem sünnədə, səhih hədislərdə Allah Teala'nın sifətlərinə bir ispat eləyirik və salam. Əbu'l-Həsən Əşəri gəldi, dedi ki, yox, ispat eləyirik 7 dənə sifəti. Lakin onların isfatı bizim isfatdan fərqlidir. Ne üçün? Onlar ağıllarına görə ispat ediblər. Deyiblər, yox, bu 7 dənə sifət olmalıdır ki, məsələn, Allah var, mövcud, yəni diridir, həy. Sonra eşidir və görür. Desək ki, eşidib görmür, gör nəyə gətirib çıxardır?